Ötən dərsdə də qeyd etdiyim kimi, merge queries anlayışına proyekt üzərində toxunmazdan öncə biz bu əməliyyatlara slayd üzərindən nəzər salsaq daha məqsədə uyğun olacaq. Odur ki, mən bir slayd hazırlamışam və biz slayd üzərində outer join əməliyyatlarına ilk növbədə nəzər salaq. Əlimizdə burada bizim iki sorğumuz var, left query və right query. Həmin sorğular daxilində müxtəlif məlumatlar saxlanılır. İki sütunumuz var, hansı ki left query'də ID units, right query'də isə ID country. Burada ortaq sütunlar ID-dir, yəni həmin sütunlar arasında əlaqə məhz ID sütununa görə yaradılacaq. Burada mən istəyirəm biz left join anlayışına hal-hazırda toxunaq. Power query'də left outer join anlayışı vardır. Burada gördüyünüz kimi sol sorğu tamamilə yazılmış oldu və sağ sorğuda uyğun gələn sütun ora əlavə edilir. Hal-hazırda biz əgər bərabərləşdirmək istəsək, görürsünüz ki, ID kod ABC burada yazılıb, onun qarşısında units də, yəni miqdarlar yazılıb və üçüncü bir sütun olaraq right query'dəki country sütunu bura əlavə edilib. Sadəcə olaraq ID nömrəsi A olan ölkə AZ-dir və gördüyünüz kimi həmin sorğudan o gətirildi bura. ID nömrəsi B-yə uyğun gələn burada hər hansısa bir ölkə olmadığı üçün burada NA yazıldı. ID nömrəsi C-yə uyğun gələn ölkə Türkiyə olduğu üçün avtomatik olaraq yeni sorğuda Türkiyə yazıldı. Left join anlayışının məntiqi budur. Mən burada simvolda da onu göstərmişəm. Sonraki deməli join bizdə right outer join anlayışıdır. Hansı ki burada left join'un tam əksini biz görürük. Gördüyünüz kimi hal-hazırda ID və country cədvəli ilk olaraq bura əlavə edilib. Burada ID ADC var. Onun qarşısına uyğun gələn ölkələr yazılıb və unitslər hal-hazırda IDC A olan ölkənin uniti burada 20 olduğu üçün o əlavə edilib. ID nömrəsi D-yə sol cədvəldə heç bir unit belə deyək, qarşılıq gəlmədiyi üçün onu həmin cədvəldə tapa bilmir və ona görə də NA yazmış olur. C ID-yə uyğun gələn unit, yəni miqdar 50 olduğu üçün və avtomatik olaraq yeni sütunda 50 yazmış olur. Right join anlayışının məntiqi tam olaraq bundan ibarətdir və left join'un belə deyək, əksi kimi qəbul edilir. Sonra bizdə full join anlayışı var. Hansı ki full join'da bütünlüklə birləşdirmədən söhbət gedir. İlk olaraq gördüyünüz kimi ID sütunu əlavə edilir, sonra units sütunu əlavə edilir və son nəticədə isə right query'dən country sütunu əlavə edilir. Full join olduğuna görə burada NA-lər də nəzərə alınır və bütün belə deyək, sətirlər burada əlavə edilir. ABC ilk sorğumuzda, yəni sol sorğumuzda olduğu üçün ilk növbədə ABC əlavə edilib, sonra onun qarşısına units gəlib və sonra gördüyünüz kimi left join-un tamamı olaraq AZ, NA, tur, yəni bura əlavə edilmiş olur və full join olduğuna görə burada right query-də olan, sol left query-də olmayan ID, yəni D əlavə edilmiş oldu. Sonra onun qarşısında NA əlavə edilmiş oldu. Çünki biz right join-da da görmüşdük ki, D-yə aid olan units yoxdur deyə NA əlavə edilir unitsin yerinə. Həmçinin burada da NA əlavə edilib və son olaraq country hissəsinə USA əlavə edilib. Çünki right query-də ID nömrəsi D olan ölkə USA-dir. Bunun da məntiqi bundan ibarətdir. Full join-də bütün belə deyək, sətirlər, sütunlar birləşdirilmiş olur. Outer join əməliyyatları ilə bağlı bu qədər. Növbəti dərsdə biz anti-join əməliyyatlarına toxunacaq, həmçinin inner join ilə çalışacaq. Növbəti dərsdə görüşənədək.